Salam əziz dostlar, bir daha sizlərlə xoş gördük. Əvvəlcə bəri başdan sizlərə diqqətinizə görə dərin təşəkkürümüzü bildirmək istəyirik. Çox sağ olun ki, bizləri dinləyirsiniz və bu bizə ruh verir ki, biz xanım Zəhra Salamullah əleyhanın eşqində və məhəbbətində bahəm fəaliyyət göstərək, ona gözəl sözlər qoşaq, sözlər deyək, onun pak ruhu bizlərdən razı qalsın və çünki Fatimə Zəhra Salamullah əleyhanın ruhu razı qalmış olarsa bizlərdən, Həzrət Peyğəmbərimizin də pak ruhu bizdən razı qalmış olar və beləcə də Allah-u Teala bizlərdən razı qalmış olar. Çünki Fatimənin rızayəti Peyğəmbərin rızayətidir və Peyğəmbərin rızayəti Allah-u Teala'nın rızayətidir. Və Fatimənin nifrəti və qəzəbi Həzrət Peyğəmbərimizin qəzəbidir və Həzrət Peyğəmbərimizin qəzəbi isə Allahın qəzəbidir. Ona görə biz çalışırıq ki, birinci növbədə dinin mehvəri sayılan və aləmin xilqətin mehvəri sayılan xanım Fatimə Zəhranın məhəbbətini və sevgisini, rızayətini əldə edək inşallah. Bu işdə Allah bizə tövfiq versin. Və mə tövfiqə illə billah. Biz də öz növbəmizdə istərdik ki, xanım Fatimə Zəhra Salamullah əleyhanın məqamlarını ihtiva eləyən, özündə cəm eləyən bir kiçik də olsa qəsidə, yəni mədhiyyə surətində xanıma həsr etdik ki, onun bir sıra fəzilətlərini o qəsidə cəm etdik. Yəni qəsidə bir şeir növüdür. Bilirsiniz, müasir qəsidə janrında, yəni onun mədhində bir şeir inşa etdik Allahın izni ilə. Sizin huzurunuzda istərdik ki, o şeiri təqdim edək. Bəlkə də ola bilsin, hardasa siz də bu şeirdən və onun hansısa bəndlərindən istifadə edərsiniz. Sizin karınıza dəyər inşallah. Qəsidətül Mədhiyyətül Əsriyyə müasir qəsid-i mədhiyyədir ki, Fatimə xanımlar sərvəri oldu rədifi ilə başlayır. Bir güldür, reyhandır cənnət bağından, ətirli meyvədir Tuba tağından, möcüzə yaratdı Rəna çağından, Peyğəmbər qəlbinin dilbəri oldu, Fatimə xanımlar sərvəri oldu. Meyrac sovqatıdır behişt tövhəsi, ərşidən parladı nurlu çöhrəsi, müqəddəs canların şirin bəhrəsi, Həzrət Əlinin həmsəri oldu, Fatimə xanımlar sərvəri oldu. Gəndikən yetişdi həddi kəmala, mələklər eylədi qibdə bu hala, təşəkkür etdilər Rəbbi Cəlala, yerin də göyün də əzbəri oldu, Fatimə xanımlar sərvəri oldu. Qədr gecəsidir, sirri nihandır, zatının hikməti qəbri nihandır, zatının hikməti qədri nihandır, hətta yer üzündə qəbri nihandır. Çox belə sirlərin məzhəri oldu, Fatimə xanımlar sərvəri oldu. Mübarək adları, şöhrəti vardır, əzəldən ilahi isməti vardır, nabina önündə iffəti vardır, paçlıqda nətayı bənzəri oldu, Fatimə xanımlar sərvəri oldu. Ən üstün xanımdır mehriban ana, fədadır, sadiqdir Şah-ı Mərdana, Həsənlə Hüseyni nurdur cəhana, Zeynəb-i Kübranın madəri oldu, Fatimə xanımlar sərvəri oldu. Anasının bətnində təkəllüm etdi, mərifət dəryası təlatüm etdi, zikr ilə xudanı tərənnüm etdi, Xədicə ananın yavəri oldu, Fatimə xanımlar sərvəri oldu. Asiyə tövhiddə ondan dərs alar, Məryəmi ibadət etməkdə yorar, Xədicə bəxşişdə ondan utanar, məsum imamların rəhbəri oldu, Fatimə xanımlar sərvəri oldu. Şəni hörmətinə xəlq oldu aləm, rizası rizayı həqq ilə bahəm, düşməni məlundur dostları xürrəm, dost ilə düşmənin davəri oldu, Fatimə xanımlar sərvəri oldu. Bəxş edib dünyaya mehrü səfasın, çox çəkib ümmətin cövrü cəfasın, toy günü sailə verib libasın, lütfün mərhəmətin mənzəri oldu, Fatimə xanımlar sərvəri oldu. Elmi lədünnidir qeybdən alıb, vəhyin xanəsində kəmala çatıb, sühufu özündən yadigar qalıb, kəlamı
Kəmalın zivəri oldu, Fatimə xanımlar sərvəri oldu. Dünyaya gətirdi gözəllik cəmal, ruhunda ülviyyət, payində cəlal. Həyata bəxş etdi sonsuz bir amal, hər iki cahanın mehvəri oldu, Fatimə xanımlar sərvəri oldu. O hikmət sədəfi dürdanəsidir, Peyğəmbər nəslinin bir danəsidir, İlahi qüdrətin şahanəsidir, xilqətin əvəzsiz gövhəri oldu, Fatimə xanımlar sərvəri oldu. Mədhini etməyə qələm də aciz, Mədhini etməyə qələm də aciz, heyrandır ərəb də, əcəm də aciz, bu varlıq aləmi, ədəm də aciz, Qur'anın Sure-i Kövsəri oldu, Fatimə xanımlar sərvəri oldu. Vəd olan övladı Mehdi gələcək, zalimdən qisasını tələb edəcək, nəhayət bu ümmət haqqı görəcək, həqiqət haqq ona müştəri oldu, Fatimə xanımlar sərvəri oldu. Fatir ismindəndir Fatimə adı, Fatir ismindəndir Fatimə adı, xatiri xaliqin xatiri yadı, dostundan uzaqdır cəhənnəm odu, ümmətin şəfi məhşəri oldu, Fatimə xanımlar sərvəri oldu. Qərib bir seyyidəm dərgahına qul, qərib bir seyyidəm dərgahına qul, bilmirəm xidmətim olacaq qəbul. Fəzilət günəşi o binti Rəsul, rəhmət dəryasının cövhəri oldu, Fatimə xanımlar sərvəri oldu, Fatimə xanımlar sərvəri oldu. Ümumiyyətlə 124 min Peyğəmbərin, onların canişinlərinin və minlərlə fəzilətli şəxsiyyətlərin və gözəl bəndələrin hamısının əxlaqi, səciyyəvi xüsusiyyətləri bir kəlmə ilə Fatimə sözündə cəm olmuşdur. Yəni Fatimə salamullah əleyha qadın olmağına baxmayaraq ki, bəziləri fikirləşirlər ki, xanımlar belə bir məqama çatmaz, amma bu xanım olmuşkən də minlərlə salih insana bərabər bir xanım idi ki, Allah Taala ona özü xüsusi imtiyaz vermiş və onu aləmdə üstün qərar vermiş. Həm bu aləmdə, həm o aləmdə. Hər iki aləmin seyyidəsi qərar vermişdir. Ona görə də salam və ziyarətdə oxuyuruq ki, Əssəlamu aleyki ya seyyidətə nisa'il aləmin. Salam olsun sənə ey dünya və axirət aləmlər xanımlarının xanımı. Yəni seyyidətə nisa'il aləmin, aləmlərin xanımlarının xanımı deməkdir. Bu fəqət xanım Fatimə Zəhraya mənsub olan bir fəzilətdir ki, xanım Məryəm salamullahi əleyha hətta bu dünya xanımlarından seyyidəsi adlanmış, amma xanım Fatimə Zəhra isə hər iki dünya xanımlarının seyyidəsi adına layiq görülmüşdür. Və biz də belə bir xanıma məd etməkdə təbii ki, acizik, onu vəsf etməkdə təbii ki, acizik, ancaq əlimizdən gələn, gücümüz çatan sözləri xanım üçün həsr etdik, ürəyimizdən gələn eşqi, məhəbbəti biruzə verdik. Allah inşallah qəbul etsin cümləmizdən. Vəssalamun aleykum və rəhmətullahi və bərəkatuhu.